Salam əziz tələbələr, mövzumuz fizikadan dəyişən cərəyan generatoru və dəyişən cərəyan dövrəsində kondensator və aktiv müqavimət. Gəlin, birinci aydınlaşdıraq ki, biz mexaniki rəqslərdən danışanda qüvvədən danışırdıq ki, məcbur edici bir qüvvə var idi, zamandan asılı olan. O Fm kosinus omega t bir düsturu var idi. Bu düsturun ilə biz göstərirdik ki, qüvvə zamana görə dəyişir. O dəyişən qüvvənin hesabına mexaniki rəqs yaranır. İndi gəlin fikirləşək görək, bu qüvvəni biz elektrik sahəsinə necə gətirə bilərik? Yəni bizim qüvvəmiz F bərabərdir MA-dır. Amma biz bunu gətirmək istəyirik elektrik sahəsinə. Fikirləşirik ki, bizdə məsələn enerji düsturu vardı, maqnit sahəsinin enerji düsturu Li kvadrat bölü 2. Kinetik enerji düsturu var idi. Mv kvadrat bölü 2. Sanki Lm ilə oxşardı. I nə ilə oxşardı? Sürət. Bu oxşarlığı görmək olar. Yaxşı, belə bir oxşarlıq varsa, qüvvənin oxşarı nədir bu sahədə? Onu aydınlaşdırmağa çalışaq. Təcil özü nə idi bizdə? Təcil sürətin dəyişmə yeniyi idi, yəni törəməsi idi. Beləmi? Onda belə çıxır ki, burada AX eləyək, burada da VX eləyək. Onda biz deyə bilərik ki, qüvvə nədir? Qüvvə belə Fx deyək də. Fx nədir? M vur Vx törəməsi. Olar mı? Çünki Vx'in törəməsi verir bizə A. İndi bunun mən analogunu axtarmaq istəyirəm ki, nəyin hesabına biz rəqslər yarada bilərik. Burada qüvvənin hesabına yaradırdıq, məcbur rəqslər. M-lə nə mütənasib idi, belə deyək ki, oxşar idi? L. V-də nə ilə oxşar idi? I ilə. Onda olur L vur I ştrix T. Yadımıza salır ki, bu nəyin düsturuydu L vur I ştrix T? İnduksiya elektrik hərəkət qüvvəmiz var idi. Öz-özünə induksiya hadisəsində mənfi L vur I ştrix T yadımıza düşürsə. Hə, onda belə çıxır ki, bu elektrik sahəsində qüvvənin analogu nədir? İnduksiya elektrik hərəkət qüvvəsidir. İnduksiya elektrik hərəkət qüvvəsidir. Fikir verin, bu səbəbdən onun adı nədir? Qüvvədir. Çünki qüvvənin analogudur. Baxmayaraq ki, bunların vahidləri fərqlidir. Fikir verirsə, qüvvənin vahidi nə idi? Newton. Ancaq induksiya elektrik hərəkət qüvvəsinin vahidi voltdur. Baxmayaraq ki, biz qüvvə deyəndə elastiklik qüvvəsi, ağırlıq qüvvəsi, Coulomb qüvvəsi, hansı qüvvəni deyilsə, həmişə nə çıxırdı? Newton. Amma burada voltdur. Amma niyə bunu da qüvvə kimi adlandırıblar? Çünki qüvvənin analogudur. Elektrik sahəsində qüvvənin analogudur. Bu nəyə lazımdır? Nədən danışır? Biz əgər deyək ki, iki sabit maqnit götürək. Bu bizim bir sabit maqnitimizin bir hissəsi, qalan hissəsi görünmür. Bu onun maqnitin nəyə olsun? N qütbü, burada görmürük də, qırmışam belə bir yuxarısı var. Aşağıda da başqa bir maqnitimiz olsun. Bu da onun, bu da qıraq çıxaraq, daha hamısını görməyimiz lazımdır. S qütbü. İkinci qütbümüz. NS. Bu qütblər arasına bir dolaq qoyaq. Bu qütblərin arasına bir dolaq qoyaq. Və bu dolağı müəyyən bir belə deyək.
fırlada bilək. Bu dolağı fırlada bilsək, nə baş verəcək? Deyək ki, saat əqrəbində ya saat əqrəbinin əksində. Fırlatmağa başlasaq, buradan keçən, dolaqdan keçən maqnit seli neyniyəcək? Dəyişəcək. Maqnit seli niyə dəyişəcək? Fi'nin bizdə düsturu var idi. Fi bərabər idi B, S, kosinus alfa. Bunun sahəsi dəyişmir. Amma maqnit induksiya vektoru ilə səddin normalı arasındakı bucaq neyir? Fırlatdıqca dəyişir. Bucaq dəyişdiyindən burada nə dəyişir? Sel dəyişir. Burada sel dəyişirsə, dəyişən maqnit seli qapalı keçirici konturda nə yaradır? Niyə ki, mən sahədə kiçilir? O maqnit selin keçdiyi sahədə kiçilir. Həmin o kiçilməni bu ifadə edir. S birbaşa dolağın sahəsidir. Mən bu əlimi belə fırladanda bu əlimin sahəsini eləmir? Kiçilmir. Həmin sahədə. Deməli, belə çıxır ki, biz bunu burada fırlatdıqca bucaq dəyişəcək, sel yaranacaq. Dəyişən maqnit seli də bizdə nə yaradırdı? Belə kobud yazsaydıq, belə yazırdıq. Dəyişən maqnit seli nə yaradırdı? İnduksiya elektrik hərəkət qüvvəsi yaradırdı. Biraz kobud yazmasaq, daha gözəl yazsaq, törəmə yaza bilərdik də, düzdürmü? Fi iştirik T. Bu delta fi bölü delta T ifadəsinə maqnit selinin dəyişmə sürəti deyirdik. Və tələbə nə düşünə bilər? Bu bucaq çərçivə fırlanırsa, bu fırlanmanın nəyi var? Bir periodu var da. Razı mı? Periodu varsa bunun tezliyi var, bunun bucaq sürəti var fırlanmanın. Deyək ki, bu fırlanmanın bucaq sürəti nədir? Omega. Onda biz bu bucağa baxa bilərik. Omega T üstə gəl müəyyən bir fi sıfır. T zaman, elə mi? Omega bucaq sürətidir. Fi sıfır nədir? Fi sıfır bu çərçivənin başlanğıc andakı vəziyyətidir. Bilmirik o vəziyyət necədir? Belə deyənə bilər, paralel deyənə bilər, perpendikular deyənə bilər, biraz 270 dərəcə altında deyənə bilər. Elə mi? Bu bucağı bilmirik. Amma deyək ki, bir fi sıfır deyək. Çox gözəl. Buna fi sıfır desək, başlayaq yenidən düşünməyə. Onda belə çıxır ki, fi'nin düsturu nə olacaq bizdə? B, S, kosinus, omega T üstəgəl fi sıfır. Buna razıyıq. BS kosinus omega T üstəgəl fi sıfır. Qeyd edeyim ki, mən çıxartdığım anlayışların bizə hələ ki testin içində mənası yoxdur. Amma niyə çıxarırıq, niyə deyirik ki, anlayışımız olsun ki, biz nə yazırıq? Əzbərləmirik, nə yazdığımızı başa düşməliyik. Aha, fi'nin düsturu BS kosinus omega T. İndi mənə nə lazımdır? Fi iştirik T. Yəni törəmə. Burada fi iştirik T tapmaq istəyirik, amma bunu tapandan sonra bir də mənfiyə vurub epsilona keçəcəyik də, düzdürmü? Gəlin, fikirləşək görək. Bu törəmə dərsimizdə kimsə olubsa, BS bizdə nədir? Sabitdir. Bu mürəkkəb funksiyanın törəməsidir. Kosinusun törəməsi verir. Mənfi sinus omega T üstəgəl fi sıfır. Olmayanlar mütləq və mütləq kanalımızda var, izləsin. Və vurulsun bir də daxildəki ifadənin törəməsi. Fi sıfır burada sabitdir, törəməsi sıfır verəcək. T dəyişəndir deyənə, T'nin törəməsi 1'dir, omega verəcək. Bu omega da yazaq hara? Önə. Bu törəməni tapdıq. İndi ən bədbəxt halda heç olmasa başa düşməyə çalışaq. Belə bir şey var. Onda epsilon üçün nədir düsturumuz? B S omega sinus omega T üstəgəl fi sıfır. Yaxşı. İndi
Mən fi 0 ixtiyar idi də başlanğıc vəziyyəti idi, düzdürmü? Bunu oxşatmaq üçün axı bizə qüvvədə düstur necə idi? Fi m kosinus omega t idi də. Burada isə sinus omega t üstə gəl fi 0-dır. Başlanğıc fi 0-ı ixtiyari qiymət götürə bilərəm. Götürüm nə? Pi bölü 2. Deyək ki, bu belə dayanmayıb, belə deyəm. Düzdür başlanğıcda? 90 dərəcə altında. 90 dərəcə altında dayanıbsa, pi bölü 2 üstə gəl, düşürdü ikinci lübə. İkinci lübdə sinus müsbət idi, amma ad dəyişir. Gördüyünüz kimi trigonometriyə girdik. Törməyə girdik. Bunların hamısı bir-birinə. Demək, nə aldıq? Bs kosinus omega t. Bax, bu bs omega ifadəsinə nə deyək? İnduksiya elektrik hərəkət qüvvəsinin maksimal qiyməti. Aha, biz buna maksimal qiymət dedik. Və nəticədə nə baş verəcək əziz tələbələrim? Bizdə tələbə deyər ki, bəlkə mən bura 1 dolaq yox, dolaqların sayını çox atsam, nə olacaq? N-ə vuracaq. Yəni bu düsturumuz olacaq NBS omega. Düsturda dəyişiklik yoxdur, ha, budur düstur. Sadəcə maksimal qiymətdə nə olacaq? N. Dolağın sayını artıranda. Biz 1 dolaqla baxdıq, N dolaqla baxanda da düsturumuzda belə bir maksimal qiymət üçün aydınlaşma oldu da. Yəni asılıdır B-dən də, S-dən də, omegadan da, N-dən də düz asılı. Hə. Çox gözəl. Bu prinsip üzərindən dəyişən cərəyan generatoru düzəldir. Dəyişən cərəyan generatoru, indi biz çox kobud desək, 2 hissədən ibarətdir. Yəni 2 hissədən ibarət mi? Kobud deyil, bu heç. Biri tərpənməz hissədir, bu statordur. Biri də tərpənən hissədir, rotordur. Rotor özü bu deməli elektromagnitdir. Yəni, belə qütblərə malikdir də, belə deyək. NS, NS, NS. Belə bir şeydir. Rotor burada nə edir? Fırlanır. Fırlandıqca maqnit sahəsi nə edir? Dəyişir. Bu statorun üstündə dolaqlar var. Yəni burada elə bir şey. Bir dolaq var belə. Bu dolaqlarda nə yaranır? Bu fırlandıqca cərəyan yaranır. İndi mən ümumi sxemini çəkmədim. Əlbəttə sxem çətindir. Bizə o lazım da deyil hələ ki. Bizə prinsip lazımdır ki, aha, dəyişən cərəyan generatorunda biz nə əldə edirik? İnduksiya elektrik hərəkət qüvvəsi əldə edirik. Və bunu hər hansı bir işlədiciyə qoşanda, bu generatoru hər hansı bir işlədiciyə qoşanda nə baş verəcək? Sözsüz ki, bunu məcburi deyil ki, uşaqlar birbaşa işlədiciyə qoşasan. İstənilən dövrə hissəsi üçün gərginlik də IM-lə eyni cür olacaq. UM kosinus omega t olacaq. Gərginlik də eyni cür olacaq. UM kosinus omega t olacaq. Gəlin. Bax, deyək ki, bizim belə bir mənbəyimiz var. Dəyişən cərəyan generatorundan gətirmişik evə transformatora. Küçədə transformator nədir, onu danışacağıq o heç. Sonranın anlaşıdır. Gətirmişik transformatora vəsl olan. Bizim indi burada bir cərəyan mənbəyimiz var. Dəyişən cərəyan mənbəyimiz var. Bu mənbəyin uzlarındakı gərginliyi UM kosinus omega t düsturuyla dəyişir. Və burada bir dövrdə nə qoşmuşuq? Rezistor. Rezistor qoşduğumuz təqdirdə biz ora rezistor da qoşa bilərik.
Biz bura kondensator da qoşa bilərik. Biz bura sarğac da qoşa bilərik. Sarğac da qoşa bilərik. Gəl mən 3 halın üçünü də birdən deyim. L induktivliği sarğac, S tutumlu kondensator. Ümumiyyətlə, birinci belə bir suala cavab verməyə çalışırıq. Deyək ki, bizim sabit tutumlu bir, sabit daha doğrusu cəryan mənbəyimiz var, sabit tutumlu, sabit cəryan mənbəyimiz var. Bu mənbənin sıxacları. Bu sıxaca mən gətirib bir rezistor qoşsam, bu rezistorda ki cərəyan ani mi yaranacaq? Qoşan kimi burada cərəyan yaranacaq, yoxsa yox? Belə bir suala cavab verməyə çalışaq. Tələbə bilməlidir ki, buradan cərəyanın yaranması üçün burada elektrik sahəsi yaranmalıdır. Həmin elektrik sahəsinin hesabına cərəyan nədir? Yüklü zərrəciklərin nizamlı hərəkətidir. Yüklü zərrəciyin hərəkət etməsi üçün ona elektrik sahəsi təsir edir. Elektrik sahəsində yayılma sürəti var. Bu nədir? İşıq sürətidir. Yəni 3 vurulsun 10⁸ metr böl saniyə sürətlə belə deyək ki, yayılır. Hə, deyək ki, bu məsafə də 3 santimetrdir. Məsafə 3 santimetrdirsə, onda zamanı necə tapa bilərsən? Buna bir kiçik tau deyək. Məsafənin sürətə nisbəti. Hə. Bu 3 santimetr olsa, 3 santimetr buna böləndə, 3 santimetr 3 vurulsun 10⁻²-dir. Bu gəlib çıxacaq hara? 10⁻10. Mənfi 10, eləmi? Yəni bu əslində ani baş verir. Nə baş verir? Demək olar ki, ani baş verir. Yəni gecikmə demək olar ki, yox. Razı mı? İndi dəyişənçi cəryan dövrəsinə rezistor qoşsaq. Burada indi dövrədə nə olsa? Dəyişən cəryan. Hə, dəyişən cəryanda artıq burada müəyyən bir period var. Periyodda bizdə nədir? 2pi böl omeqada, düzdürmü? 2pi böl omega. Qeyd edək ki, məsələn, bizim evə gələn cəryan tezliyi nədir? 50 Hz'dir. Onda bizim periyodumuz 0,2 saniyədir. 0,2 saniyədə, yəni cəryanın yaranması üçün kiçicik vaxtı 0,2. Amma buna nisbətən çox böyük. İndi bu nəyə gətirirəm söhbəti? Qoşacağımız cihazdan asılı olaraq burada müəyyən faza sürüşməsi olur. Necə yəni faza sürüşməsi? Bu kosinüs omega t iləndir. Ola bilər ki, qoşacağımız cihaz burada heç bir fərq yaratmasın. Ya da fərq o qədər cüzi olsun ki, biz onu eləməyək. Nəzərə almayaq. Çünki ohm qanununa görə i nəyə bərabərdir? U böl hələlik müqavimətdir, elə düzdürmü? İndi bu müqaviməti mən hər dəfə dəyişəcəm cəryanda. Amma bizim halda dəyişən cəryanda bu olacaq nə? IT bərabər olacaq UT böl R. Bu al üçün elədir. Bu teorem IT, UT. IT nədir? İ'nin zamandan asılı funksiyası. UT gərginliyin zamandan asılı funksiyası. R-ə nisbət. İndi nəyi başa düşməliyik? IT, UT böl R. Əgər siz bura rezistor qoşursunuzsa, faza sürüşməsi baş vermir. Faza sürüşməsi nədir? Burada müəyyən IM
kosinus omega t üstəgəl bir fi var. Fi burada faza sürüşməsidir. Əgər bura belə rezistor qoşursansa, faza sürüşməsi baş vermir və i bərabər olur im kosinus omega t üstəgəl 0 omega t. Razı mı? Faza sürüşməsi baş verməyən müqavimətə aktiv müqavimət deyilir. Əgər faza sürüşməsi yoxdursa aktiv müqavimət. Məsələn, kondensator qoşanda və sarğac qoşanda isə faza sürüşməsi baş verir. Faza sürüşməsi baş verir və bu faza sürüşməsi kondensator üçün kosinus omega t üstəgəl pi bölü 2'dir. Pi bölü 2 qədər önə gedir. Sarğac qoşanda kosinus omega t çıx pi bölü 2. Bunu qoşanda isə pi bölü 2 qədər geriləmə var. Bu faza dəyişmələrini başa düşmək lazımdır, əzbərdən bilmək lazımdır. İndi qrafiklər çəkəndə görəcəyik. Və imtahana da məhz bu hissədən düşür. Ki, nə qoşulub və faza dəyişməsini göstərir. Məsələn, hər 3 halı araşdıra gedirəm. Hər 3 halı. Deyək ki, bizdə gərginliyin zamandan asılılıq qrafiki verilib. Bu kosinusoiddir. Bu kosinusoid. Və bizə burada deyirlər aktiv müqavimət qoşulur. Aktiv müqavimət qoşulanda deyəcək ki, nədir? Faza sürüşməsi nədir? Sıfırdır. Faza sürüşməsi sıfırdırsa, aktiv müqavimət qoşulanda gərginliyin rəqs qrafiki necədirsə, cəryan şiddətində rəqs qrafik edir. Əgər nə qoşuldu? Aktiv müqavimət. Yox. Qoşduq kondensator. Kondensatorun dövrəyə göstərdiyi müqavimət tutum müqavimətidir. Tutum müqaviməti XC ilə işarə edəcək. Aktiv müqaviməti R ilə işarə edəcək. Yadımıza düşür R'in düsturu nədir? R'in düsturu Rho L böl S R xüsusi müqaviməti idi. L naqilin uzunluğuydu. S naqilin en kəsiyinin sahəsi idi. Dedi ki, kondensatorun dəyişən cəryan dövrəsində göstərdiyi müqavimət nə idi? Tutum müqavimətidir. Sabit cəryan kondensatordan keçmir. Tutum müqavimətinin düsturu 1 böl omega S. 1 böl omega S. Burada fikir verirsinizsə, S nədir? Kondensatorun tutumu. Yadımıza salaq kondensatorun tutumu necə idi? Epsilon 0. S böl D. D lövhələr arası məsafə idi. Belə çıxır ki, tutumun rəqsin tezliyindən ümumiyyətlə neyi var? Daha doğrusu tutum müqavimətinin rəqsin tezliyindən asılığı var. Amma aktiv müqavimətin yoxdur belə bir asılığı. Aktiv müqavimət bu omegadan asılı deyil. Tutum müqaviməti omegadan asılıdır. Necə asılıdır? Bu asılıq radiorabitanın prinsiplərində amarlama içində biz göstərdik ki, dalğanı 2 yerə bölürdü. Bundan əvvəlki dərs orada mütləq baxın, görün bu müqavimət bizə nə işimizə yarayır. Və tutum müqavimətində nə qədər qabağa düşdü?
Ya gərək riyaziyyatı biləsən. Riyaziyyatı bilsən, əgər bunu pi bölü 2 qədər qabağa plus verirsən, bu nə olur? Pi bölü 2 üstə gəl. Mənfi sinus. Pi bölü 2 üstə gəl, düşür ikinci rübə. İkinci rübdə kosinüsün işarəsi mənfidir. Ya da xəyalən bunu pi bölü 2 qədər sürüşdür bura. Bu qrafiki pi bölü 2 qədər sürüşdür bura. Bura sürüşdürəndə nə baş verəcək? Bu hardan başlayacaq? Buradan. Bu hər bir hissə pi bölü 2'dir. Bura pi bölü 2'dir. Bura pi'dir. Bura deməli üzr istəyirəm. 3 pi bölü 2'dir. Bura 2 pi'dir. Belə davam edir. Eləmi? Pi bölü 2 qədər sürüşdürürsən və tutum müqaviməti qoşanda qrafik fərqləndi. Fikir verin. Aktiv müqavimətdə eyni oldu. Tutum müqavimətində fərqli oldu. Ardınca deyək ki, biz burada nəyi qoşduq? Sarğaz qoşduq. Sarğaz qoşuruqsa, onun göstərdiyi müqavimət XL ilə işarə eləyəcəyik. XL də induktiv müqavimət adlanacaq. Müqavimət düsturu omega L'dir. Bütün müqavimətlərin uşaqlar vahidi nədir? 10'dur. Yəni biz burada arda hər biri üçün 10'u düzməyək. Müqavimətin vahidi 10'dur. Aha. Burada neyinir? Pi bölü 2 qədər geri qalır. Pi bölü 2 qədər geri qalırsa ya neynəməlisən? Riyaziyyatın yerində olmalıdır. Deməlisən ki, kosinüs nə funksiyasıdır? Cüt funksiyadır. Yerini dəyişə də bilərsən. Pi bölü 2 çıx omega t yaza bilərsən. Pi bölü 2 çıx düşür birinci rübə. Birinci rübdə kosinüsün işarəsi müsbətdir. Yalnız ad dəyişəcək. Olacaq sinus omega t. Yəni bu olacaq sinusoid. Ya da bu xətti pi bölü 2 qədər geri çəkirsən. Bunu pi bölü 2 qədər geri çəksən, xəyalən bunu bura pi bölü 2 qədər geri çəksən, buradan başlayacaq da. Buna aid bizdə qəbulda bir sual bizi gözləyir. Bəxtimiz gətirər, aktiv verər. Aktiv versə nə olacaq? Eyni olacaq. Amma tutumla induktivliyi çaşdırmaq lazım deyil. Özü də məcburi deyil ki, U-nu verər. Tam tərsinə, i-nin qrafikini verir. Onu istəyə bilər. Bu səbəbdən də diqqətli olmaq lazım. Kim kimdən geri qalır? Bunun üçün mən açar sözlərdən istifadə edirəm. Müqavimətin adında hansı sait birinci gəlirsə, o geri qalandır. Məsələn, tutum müqavimətində hansı saitimiz var? U. Deməli, U neyinir? Geri qalan U-dur. U nədən geri qalır? I-dən. Həqiqətən U geridədir, I qabaqdadır. İnduktiv müqavimətdə isə geri qalan I-dir. Hansı saiti görürəmsə, o geri qalır. Aktiv müqavimətdə isə A geri qalmalı idi, A-da bizdə isə yox idi. Deməli, isə geri qalmır. Elə mi? Birinci saitinə baxırıq. Ki bu açar özüm üçün aydınlaşdırmışam ki, birdən yadından çıxar, hansı geri qayıdır, hansı irəli. Birinci saitinə. Yaxşı. İndi uşaqlar bizə soruşar ki, Süleyman müəllim, baxın, bu müəyyən bir qanunla dəyişir. Mən bura götürürəm bir voltmetr qoşuram. Burada bir ampermetr qoşuram. Bu voltmetr, ampermetr nəyi ölçəcək? Voltmetr, ampermetr nəyi ölçəcək? Axı, gərginlik də rəqs edir. Cərəyan şiddətdə neyinir? Rəqs edir. Hətta evə gələn dedi ki, 50 Hz-dir. Yəni, buradakı işıq 1 saniyə ərzində 100 dəfə yanıb sönür. Yəni, çöldən baxan, bizim gözümüz bu sezliyi seçməsə də, çöldən baxan quşlar falan buranı diskoteka görür. Görür ki, işıq neyinir? 100 dəfə yanıb sönür. Yəni, belə deyək də, 1 saniyə neçə rəqs var burada? 50. Bir rəqs budur da, düzdür mü? İşıq harada söndü? Burada söndü, burada söndü. 2 dəfə söndü. 1 saniyə bunun 50'si düşürsə, bu 100 dəfə yanıb sönür.
Deməli, bizdə yaxşı, bu ampermetr indi bu rəqsin nəyini ölçür? Bu nəyi ölçür? Qoşanda amma görürük orada göstərici var. Bu göstərici maksimal qiymətdən həmişə kökdə 2 dəfə kiçik olur. Buna deyirlər təsir edici qiymət. Yəni, buna deyirlər cəryan şiddətinin təsir edici qiyməti. Buna deyirlər gərginliyin təsir edici qiyməti. Təsir edici qiymətlər maksimal qiymətlərdən kökdə 2 dəfə kiçik olur. Biz sabit cəryan üçün öyrəndiyimiz bütün düsturları təsir edici qiymət üçün yaza bilərik. Məsələn, sabit cəryanda biz nə öyrənmişdik? Joule-Lenz qanunu öyrənmişdik. Naqildən cəryan axtında ondan ayrılan istilik miqdarı üçün düsturları necə öyrənmişdik? IUT I kvadrat RT U kvadrat böl R vur T. İndi mən bu düsturları dəyişən cəryan üçün tətbiq etmək istəyirəmsə, bunların indeksdə nə yazıram? T nə oldu? Təsir edici qiymət. Təsir edici qiyməti nə ölçür? Ampermetrlə voltmetr. Maksimal qiymətə gəlib çıxmaq istəsən, maksimal qiymət təsir edici qiymətdən neçə dəfə böyükdür? Kök 2 dəfə böyük. Bu təsir edici də maksimaldan kök 2 dəfə kiçikdir. Onda belə yaza bilərsən də IM, UM vur T bölü 2. Ya IM kvadrat RT bölü 2. Ya UM kvadrat bölü 2R vur T. Maksimala keçəndə qiymətlər 2 dəfə nə edir? Kiçiltməli olursan. Çünki kökdə 2 bunda, kökdə 2 bunda bir-birinə vurdun 2 alın. İş də nəyə bərabər idi? Dövrdə görülən iş. Elə ayrılan istilik miqdarına. Gücdə nəyə bərabər idi? A bölü T. Yəni bu düsturlardan sadəcə nələri siləcəksiniz? T-də. Amma bu dediklərin hamısı nəyə aiddir? Aktiv müqavimət. Nəyə aiddir? Əgər belə müqavimətlər qoşmuşsansa, bu dövrədən cəryan keçir. Amma cəryan istilik təsirini görürsən. Kondensatordan dəyişən cəryan keçir, amma istiliyi neynəmir? Ayrılmır. Sarğacın əgər aktiv müqavimətini nəzərə almasa, onda da cəryan keçdikdə istilik ayrılmır. Aktiv müqavimətin nə deməkdir? Sarğac özü nədir? Müəyyən bir naqildir. O naqilin özünü düz eləsən, neyi var? Müqaviməti var. Daxil müqaviməti özünün müqaviməti var. R var da, Royal bölgesi var. Biz əgər o sarğacın müqavimətini 0 nəzərə götürsək, öz aktiv müqaviməti. Sadəcə bu sarğac dövrəyə əslində həm aktiv müqavimət, həm induktiv müqavimət göstərir. Əgər biz aktivist nəzərə almasa, yalnız induktivliyini nəzərə alsa, budur. Bunda da neynəmir? İstilik ayrılır. Ancaq indi sual verə bilərsiniz ki, mənim bu müqavimətlərin hər biri varsa dövrədə, mən bu dövrədə ümumi müqavimətimizi tapacam, bu müqavimətləri nətər eləyəcəm? Biri pi bölü 2 qədər qabaqlayır, biri pi bölü 2 qədər fazanı gerilədir. Biri heç ümumiyyətlə fazanı neynəmir? Dəyişmir. Bu neynəməli? Dövrədə ümumi müqaviməti təyin eləmək üçün kökün altında, bu indi növbəti dərslərin düsturudur, amma indidən yazaq, növbəti dərslərdə çıxardırıq. R kvadrat üstə gəl. XC çıx XL kvadrat. Niyə bunlar bir-birindən çıxılır? Biri fazlaca neynir? İrəli aparır. O bir fazlaca geri çəkər. XC çıx XL. Və çox maraqlıdır ki, buna aid sual nəyə düşür? Soruşurlar ki, nə zaman lampa ən çox közərər? Bu fərq nəyə düşəndə? Sıfıra. Bu fərqi necə sıfıra sala bilərsin? XC nəyə bərabər olmalı? Və induktiv müqavimətlə tutum müqaviməti bir-birinə bərabər olanda dövrdə rezonans olur. Və müqavimət maksimallaşır. Daha sonra müqavimət minimallaşır. Əvəzində lampanın közərməsi neynir? Artır. Çünki I bərabərdir U böl müqavimət. Müqavimət az olsa
Cəryan o qədər çox. Cəryan o qədər çox keçir. Razı mı? Yaxşı. Dəyişən cəryanın ilk hissəsi haqqında bu qədər. Dayandıra bilərik.